Adətən normalda Avropada belə yerlər görmüşük də, yəni yol qırağında velosipedçilər kofe içir. Dincəlik. Nuş olsun ki, amma necədir vəziyyət? Əla, super. Bundan sonra getdi turbo. Velosipedlər buradadır. Sağ olsun qardaş. Bizə gözəl kofe verdi. Təşəkkür edirəm. Kofemizi içib yola davam. Və həmişək kimi mən pişik yeməyi götürmüşəm və pişiyə yemək verirəm. Özümüz kofe içirdik və elə bir yerdəyik hal-hazırda. Yəni ətrafda yaşayış yoxdur. Yəni bir dənə ev yoxdur. Bu yazıq hardan yemək yesin? Yəni mən burada olmasaydım yazıq az qalardı. Nuş. Pambıq. Heyvanları da düşünək. Əsasda pişikləri. Ya bura. Görsən o şu gəlir, qıyaq qorxurdu. Yemək ki vermişi doymamış ha. Sıra alayım səni ki, qorxma. Ay. Pişiklərin dilini tapa bilirəm. Amma insanların dilini bəzən tapmaq çətindir. Yolçu yolda gərək. Yol qırağında belə bir gözəl bir yerdir. Yaşma tərəfdir. Yəni belə düşünmürdüm. Həqiqətən çox xoş qarşılandım. Həm gözəl kofesi oldu. Yəni şəhərdə içdiyim kofelərdən belə dadlı idi. Həm də bu şirin başla tanış oldum. Pisi. Pişik. Sağ ol. Biz getdik. Bayaq məndən qorxurdu, amma indi artıq ayrılmaq istəmir. Nuş olsun. Getdik amma. Usara. Günəş. Həyat davam edir.